Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Biz Ağır Cinayətlər Məhkəməsinin qarşısındayıq. Toplum TV-nin məhkəmə prosesi keçidi, vəkillər buradadır. Buyurun Bəhruz müəllim, məhkəmə haqqında nə deyirlər? Baxış iclası idi günləri. Artıq ittiham aktının nəticə hissəsini oxuduq. 2 nəfər haqqında. Akif Qurbanov və Ələsgər Məmmədli. O da müəyyən vaxt çox apardı. 2 saatdan çox məhkəmə Prosesi getdi və təqsirləndirilən şəxslər ittiham aktında olan bütün hər şeyi elan etməyini istədilər. O da nəticə hissəsinin hamısını elan elədi. Hələlik 7 nəfər qalıb. Yəqin ki, ayın 2-sinə təyin olundu. Vəsadət verdik. Ev tutaqlığı yenə təmin olunmadı. Qarabağ, Ruslan İzzətin Qarabağ qazisi olmağını, istintaqın gedişinə, məhkəmə istintaqın gedişinə heç bir maneçilik törətmə müəssisəsinin daimi yaşayış yeri olmasını təəssüf ki, məhkəmə təmin etmir. Təşəkkür edirəm. Sağ olun. Çox sağ olun. Salam Rəsul bəy, 2 saatdan çoxdur ki, məhkəmə prosesindəsiz. Prosesdə nə deyə bilərsiniz? Bugün bəli, Toplum TV işi üzrə ilk baxış iclası idi və ilk baxış iclasında məhkəmə istintaqının başlanması ilə bağlı addımlar atılır. Həmin məhkəmə istintaqı başlanana qədər tərəflərin vəsadətlərin olub-olmaması məhkəmə tərəfindən öyrənildi və müdafiə tərəfinin bir neçə vəsadəti oldu. Xüsusən də deməli, Ruslan İzzətlinin və Ələsgər Məmmədlinin barəsində həbs qəti imkan tədbirinin ev tutaqlığı qəti imkan tədbirinə dəyişdirilməsindən bağlı vəsadətlər verildi. Məhkəmə həmin vəsadətləri təmin etmədi. Ondan sonra məhkəmə istinaqının başlanması elan olundu və Cinayət Prosessual Qanunvericiliyin tələbinə görə dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsini elan etməyə başladı. Həmin hissə kifayət qədər həcmlidir, yəni 80 səhifədən artıq ittiham aktının nəticəvi hissəsidir. Bugün onun müəyyən bir hissəsi elan edildi və növbəti iclasda, yəni 2 iyun tarixinə təyin edilmiş iclasda ittiham aktının elan edilməsi davam edəcək. Təşəkkür ederim. Toplum TV-nin bu günləri 8 əməkdaşlı məhkəmə prosesi keçildi. Ən çox Ələsgər Məmmədlinin üzərində qaldı ki, Ələsgər Məmmədi xəstədir. Özü də dedi ki, işlərim günü-gündən böyüyür, amma məni burada müalicə etmirlər, maraqlanmırlar. Siz nə deyə bilərsiniz Ələsgər bəyin tanımı kimi, həyat yoldaşı kimi? Özünü təqdim edin. Mən Ələsgər Məmmədlinin həyat yoldaşı. Demək olar ki, 15 aydır heç bir əsası olmadan, heç bir belə deyək, qanun pozuntusu sübut olunmadan bu insanlara, yəni düzdür oxunur orada vərəqlərlə, nə bilim 8 səhifə, 9 səhifə, ancaq heç birisinin bir əsası olmadı və Ələsgər Məmmədli özü də vurguladı ki, sizin o qədər oxuduğunuz ittiham haqqında hər hansısa bir mənim cinayət əməlimi vurğulamadınız və yaxud da ki, orada ittiham haqqında sadaladıqları vəsaitlər ki var, kompüterlər falan filan olan hamısı bəyan edilmiş şəklində evladımıza aldığımız və yaxud da ki, özümüzün üçün istifadə olunan telefondur, kompüterdir, belə bir şeylərdir. Yəni, bilirsiniz, absurddur. Yəni, hər hansısa bir insanın maşını olması, kompüteri olması, telefonu olması bu bir cinayət deyil. Bunu bir orada maddə olaraq irəli sürürlər və yaxud da ki, bilmirəm, nəyə əsaslanırlar. Məlum məsələdir ki, bu hamısı absurd bir prosesdir. Burada heç bir cinayət əməli yoxdur. Əsas mən vurğulamaq istəyirəm Ələsgər Məmmədlinin səhhəti ilə bağlı. Məhkəmə prosesində də orada dedilər ki, hansısa bir əsaslı sənəd təqdim edin bizə ki, hansısa bir həkim orada rəsmi olaraq qeyd edib ki, sizə əməliyyat məsləhət görülüb və bunu təbii olaraq heç bir həkim boynuna götürmür onu rəsmi olaraq verməyi o sənədi. Çünki onlar şifahi olaraq deyirlər, ancaq deyirlər ki, biz o sənədi verə bilmərik. Çünki çəkinirlər, qorxurlar. Heç kəs bu addım ata bilmir. Amma Ələsgər Məmmədli tutulan günü ona biopsiya sənəd verilmişdi, biopsiya üçün həkim tərəfindən və biopsiyadan sonra ona əməliyyat tətbiq olunacaqdı. Təəssüf ki, bu proses başlanıldı və heç bir onunla bağlı bir müsbət addım atmağa nə icazə verilmir.
bir dəfə məhkəmə qərarı ilə biopsiya üçün aparıldı və o biopsiyada açıqlandı, ictimaiyyətə də məlumat verildi bu haqda ki, hansı formada neçə nəfər silahlı şəxsin əhatəsində biopsiya götürülüb bir bərbad şəkildə, bir neçə şiş var, kiçik ölçüdə olan şişdən götürülüb. Belə, yəni səhhətlə bağlı vəsatət hər dəfə verilir, amma təmin edilmir. Təmin edilmir, bəli. 8 nəfər Ələsgər Məmmədli, Akif Qurbanov, Fərid İsmailov, Elmir, 58 nəfər eyni müalicələrlə tutulanırlar. Və Ələsgər müəllimdir ki, bizim mətbuatın 150 ili qarşıda gəlib. Həsən bəy Zərdabi bilsəydi ki, bu illəri mətbuatı belə boğacaqlar, heç mətbuat olmazdı. Bizim ancaq jurnalistika fəaliyyətimizə görə biz buradayıq. Qalan heç bir şey qəbul eləmədi və Ələsgər müəllim ağır xəstə olduğu üçün vəsadətlərini qəbul etmədilər, sağlığına buraxmadılar. Bilirsiniz, ümumiyyətlə ölkədə belə deyək də, hüquq sözü işlədildikdə ilk ağla gələn isimlərdən biri Ələsgər Məmmədlidir. Yəni Ələsgər Məmmədlinin nə qədər öz sahəsi üzrə dərin, bilgili bir mütəxəssis olduğu, qanun çərçivəsindən heç vaxt bir addım kənara çıxmayan bir şəxsdir. Ümumiyyətlə o bütün çıxışlarında, bütün danışıqlarında hər zaman qanun çərçivəsində, hər zaman hüquq çərçivəsində davranıb addımlar atmış bir şəxsdir. Yəni onun bugün bu cür ittihamlarla ittiham edilməsi ölkə adına utancdır. Bu xalq adına utancdır, hüquq adına utancdır. Ümumiyyətlə, yəni utanc verici bir hal. Hakim Azər Tağıyev, Akif Qurbanov danışanda nə aqressiya göstərdilər? Biraz qalmaqal yaşadıq məhkəmədə. Səbəbi nə idi? Qalmaqallar oldu, bəli. Belə, yəni o çıxışlarla bağlı, yəni. Sonra amma yenə təmin olundu, danışdılar, davam elədi. Yəni deyim ki, məhkəmə prosesi əslində baxsaq normal şəkildə, yəni ittiham olunanlar da çox gözəl özlərini müdafiə edirlər. Ancaq təəssüf ki, son qərarlar məhkəmə prosesi ilə verilmiş. Çox təəssüf. Təəssüf ki, ittiham olanların əgər prosesə bağlı ədalətli qərarlar verilsəydi, Ələsgər Məmmədli elə ilk məhkəmə iclasından buraxılmalı idi. Tamam, bir söz soruşum. 2013-cü ildə maşın alanın bugünkü günə nə adiyyəti var? 2013-cü ildə alınmış maşının heç bir adiyyəti yoxdur. Ümumiyyətlə, Ələsgər Məmmədlinin deyək ki, təxmini desək ki, 45 ildir bu insan fəaliyyətdədir. Bu, belə deyək ki, hüquqşünasdır, ölkənin tanınmış hüquqşünaslarından biridir və onun evinin, maşınının və yaxud da ki, hansı elektronik bir cihazının olması bu bir cinayət deyil. Ölkənin işləyən vətəndaşının bu evi də olmalıdır, maşını da olmalıdır, hansısa bir cihazı da olmalıdır. İndi hansı dövrdə yaşayırıq biz? Adi, ən kasıb bir insanın belə elektronik cihazları var. Bunun məhkəmədə bu cür vurğulanması, bunun cinayət işi kimi deyilməsi absolut gülünc doğrudur. Və prokurorun vurğulaması ki, biz ev dustaqlığına əsas olaraq göstərilir ki, buraxılmamanın əsas tuturlar ondakı şahidlərə təsir göstərilə bilər. Yəni, bu çox gülünc bir, necə deyim, əsasdır. Əsas da demək olmaz. Şahidlərə bu ittiham olunan şəxslərin yüzlərlə, minlərlə qohumları var. Əgər bir məqsəd olsa, onlar da hansısa təsiri göstərə bilər. Bunun üçün kiminsə 14 ay həbsdə saxlanılması və yaxud hələ nə qədər davam edəcəyini bilmirik. Çox gülünc bir hal. Növbəti məhkəmə prosesi 2 gün saat 10 radələrində təyin olunur. Təşəkkür edirəm xanım. Allah kömək.